Əməliyyatdan öncə təngi nəfəslik olurdu, yorğunsuzluq olurdu, hərəkət edə bilmirdim. Amma indi çox qəşəngdir. Əməliyyatın 4-cü ayıdır, çox qəşəng. Mən göründüyü kimi ki, rahat gəzirəm, hərəkət edirəm. 19 yaşlı Rəşad Məmmədəliyevə Azərbaycanda ilk dəfə olaraq ölmüş şəxsin ürəyi köçürülüb. Bir ana üçün bu çox bir çətin addım idi də. Mən o hissləri keçirmişəm. Yenə deyirəm, çox sağ olsunlar ki, həkimlərimiz mənim evladımı bu vəziyyətdən çıxartdılar. Çox uğurlu əməliyyatları keçdi. Hazırda Azərbaycanda minlərlə insan orqan köçürülməsinə ehtiyac duyur. Rəsmi məlumata görə 4642 nəfər dializ müalicəsi alır. İlk ürək transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib. Bu çox sevindirici haldır. Hətta bizim Milli Məclisdə deputatlarımızın böyük bir qrupu donor olmaq barəsində sənədə imza atıblar. Mən hesab edirəm ki, cəmiyyətimiz bu uğurlu əməliyyatları, bu sayədə bu uğurları görüncə donorlarımızın da sayı artacaqdır. Mütəxəssislər bildirirlər ki, son illər ölkədə ürək cərrahiyyəsi sahəsində ciddi irəliləyiş əldə olunub. Son 2 ildə Azərbaycanda 11 min açıq ürək əməliyyatı aparılıb. 2005-ci ildə isə cəmi bir belə əməliyyat olub. İl ərzində meyit donordan ürək transplantasiyalarının davam etdirilməsi planlaşdırılır.